Salam, hörmətli müəllimlər. Hər vaxtınız xeyir olsun. Bu gün sizlərə SWOT analizi haqqında məlumat verəcəm. Qeyd edeyim ki, bu ilkin qiymətləndirmə çərçivəsinə əlavə edilən SWOT analizi əslində dünya metodikasında geniş şəkildə istifadə edilir. Həm metodikada, həm psixologiyada geniş istifadə olunan SWOT analizi haqqında bu gün sizə məlumat verəcəm. Və ən əsası da dərsdən nümunə əsasında verəcəm ki, siz eyni zamanda bunu dərsdə necə tətbiq etmək lazımdır, bu haqda da məlumat əldə edəsiniz. Adından da görüldüyü kimi SWOT analizi abreviaturadır, yəni hər bir baş hərfin öz şəxsi mənası var. Ümumilikdə SWOT analizi bir vəziyyəti, mövzunu, layihəni və ya şəxsi 4 istiqamətdə qiymətləndirmə metodudur. Burada SWOT, yəni SWOT güclü tərəflər, zəif tərəflər, imkanlar, fürsətlər və nəhayət risklər, təhlükələr olmaqla tərcümə edilir. Güclü tərəflər dedikdə, yəni biz nəyi yaxşı bacarırıq, bizim üstünlüklərimiz nələrdir? Zəif tərəflər dedikdə harda çatışmazlıqlar var, çətinliklər nələrdir? İmkanlar, fürsətlər, müsbət şəraitlər hansılardır? Nələr mövcuddur və nəhayət risklərdə isə hansı risk, maneə və təhlükələr mövcuddur şəklində tərcümə edilir. SWOT analizi şagirdlərdə daha çox tənqidi düşünmə, özünü qiymətləndirmə, nəticə çıxartma, planlaşdırma, qərar vermə, məsuliyyət, fərdi inkişaf motivasiyası, problemləri görmə və həll strategiyası qurma bacarıqlarını formalaşdırır. Qeyd edeyim ki, SWOT analizindən dərsdə həm şagirdlər, həm müəllimlər istifadə edə bilər. Bundan əlavə SWOT analizi sırf dərs prosesində, dərsin gedişatında deyil, eyni zamanda şagirdlərin özünü dərk etməsi, metakognitiv bacarıqların formalaşdırılması, müəllim-şagird ünsiyyətinin düzgün qurulması, layihələrin hazırlanması, o cümlədən müəllimin özünün dərsi düzgün planlaşdırılmasında aktiv şəkildə istifadə edilir. Və sizə iki mövzu təqdim edəcəm. Birincisi, təbiət fənnindən su dövranı mövzusudur. Yəni, SWOT analizindən istifadə etməklə su dövranı dərsini necə tədris edə bilərik? Əvvəla, bildiyimiz kimi məqsəd şagirdlərin mövzunu daha yaxşı mənimsətmək üçün SWOT analizindən istifadə etməsidir. Xüsusilə tənqidi təfəkkürün formalaşdırılmasında geniş şəkildə istifadə edilir. Əvvəl müəllim mövzunu izah edir, su dövrünün mərhələləri şagirdlərə izah edilir və şagirdlər 4 qrupa bölünürlər. 4 nəfərlik qruplarda isə SWOT cədvəlini hazırlayırlar. Yəni burada güclü tərəflər su dövranı həyat üçün nə kimi müsbət rol oynayır? Burada şagirdlər qeyd edirlər, yer üzündə su tükənmir, canlılar üçün vacibdir, iqlimi tənzimləyir. Daha sonra zəif tərəflərə keçid edirlər. Burada su dövranında hansı problemlər yarana bilər? Və şagirdlər həmin xanaya yazırlar, çirklənmə prosesi dövrana mane olur, bəzi ərazilərdə su qıtlığı yaranır. Nəhayət imkanlar, fürsətlər hissəciyinə bu mövzu bizə nə kimi faydalı bilik verir sualını cavablandıraraq, suya qənaətin zəruriliyini anlayırıq, təbiəti qoruma vərdişi formalaşır. Və nəhayət risklər xanasını da su dövranı pozularsa nə baş verər sualını cavablandırırlar. Quraqlıq, heyvan və bitki növlərinin tükənməsi, ərzaq təhlükəsizliyi pozulur. Və nəhayət cədvəli doldurduqdan sonra qruplar nəticələri təqdim edir və müəllim dərsi yekunlaşdırır. Su həyat üçün əsasdır, şuurlu istifadə vacibdir, təbiət balansı asılı sistemdir, qoruma məsuliyyəti formalaşmalıdır. Başqa bir nümunədə isə mövzu seçirik. Məsələn, kitab oxuma vərdişim, sinifdə davranışım, ediləcək layihə, qrup işi bacarığım. Yəni dərsdə, birini isə digər sahələr üzrə vermişəm ki, hər birimiz üçün aydın olsun. Şagirdlər 4 bölmədən ibarət cədvəl doldururlar. Müəllim nəticələri yönləndirir və inkişaf üçün plan hazırlatdırır. Çünki cədvəli doldurduqdan sonra artıq burada kitab oxuma vərdişim, sinifdə davranışım kimi metakognitiv bacarıqların, tənqidi təfəkkürün formalaşmasına xidmət etdiyindən şagirdin özünü düzgün şəkildə qiymətləndirilməsini təmin etməliyik. Mövzu mənim dərsə hazırlığım. Güclü tərəflər, zəif tərəflər. Vaxtında oyanıram, bəzən ev tapşırığını gec edirəm. Dərsdə aktivəm, bəzi mövzuları tez unuduram. İmkanlar və risklərə gəldikdə isə onlayn resurslardan istifadə edə bilirəm. Telefon və sosial şəbəkələr vaxtımı alır. Müəllimdən əlavə izah istəyə bilərəm. Ev mühiti həmişə sakit olmur. Gördüyünüz kimi, həm imkanlar, həm də risklər açıq şəkildə yazılır. Sözün əsl mənasında zaten
oxuduqca da yəqin ki, görürsünüz ki, bu həqiqətən də şagirdlərdə tənqidi təfəkkürün formalaşdırılmasına birbaşa təsir edir. Nəticə və inkişaf planımız isə belə olacaq. Telefon istifadəsini dərs vaxtından kənarlaşdırıram. Müəllimdən çətin mövzuları ayrıca soruşuram. Ev tapşırığını daha erkən hazırlayıram. Bu şəkildə şagird özünü dərk edir, yönləndirir. Birmənalı olaraq şagirdlərdə metakognitiv bacarıqlar tam şəkildə formalaşır. Və SWOT analizi istifadə etdikdə şagirdlərdə hansı bacarıqlar formalaşır? Təbii ki, özünü tanıması, davranışını idarə etməsi, qərarlarını əsaslandırması, hədəf qoymasına xüsusilə diqqət yönəldir. Və bayaq da qeyd etdiyim kimi, bu metod sadəcə dərsdə dərsin gedişi zamanı deyil, eyni zamanda şagirddə təfəkkür formalaşdırılması üçün aktiv şəkildə istifadə edilən üsuldandır. Və onu da vurğulamalıyam ki, bu həm metodika sahəsində, həm də psixologiyada geniş istifadə olunan üsullardandır. Dinlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm sizlər üçün də yararlı olmuşdur.